İsrail ilə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır. Qafqazifoya daxil olan xəbərə görə, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. İran son eskalasiya mərhələsinin əvvəlindən bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı buraxıb. Moderator az məlumat verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahunun ofisi xəbər yayıb. Qeyd edilib ki, əməliyyatın başlanğıcından bəri İsrail ərazisinə yüzlərlə raket və PUA atılıb. Nəticədə təxminən 35 müxtəlif məkanda düşmə halları qeydə alınıb. Zərbələr nəticəsində 24 nəfər həyatını itirib, 650-yə yaxın şəxs isə xəsarət alıb. Yaralananlardan onun vəziyyəti ağır, 37 nəfər orta ağırdır. Bundan başqa İsrailin vergi idarəsindən bildirilib ki, şəxsi mülklərə dəyən zərərlə bağlı 18.766 müraciət daxil olub. Onlardan 15.861-i binalara, 1272-si nəqliyyat vasitələrinə aiddir, 1633 müraciət isə əmlaka və onun daxilindəki əşyalara dəymiş zərərlə bağlıdır. Məlumatda o da bildirilir ki, 2002 nəfər öz evlərindən təxliyə edilib. İranda Sepahin nəzarəti altında fəaliyyət göstərən Hüseyniyun terror qruplaşmasının üzvləri İranı tərk edirlər. Qeyd edilib ki, qruplaşmanın bəzi üzvləri İraqın Nəcəf və Samirə şəhərlərinə qaçıblar. Əlavə edək ki, Hüseyniyun Azərbaycana qarşı təxribatları ilə tanınır.